Qısa şəkildə Peyğəmbərin çətinliyini izah eləmək istəyirəm əvvəl ki, bilək onun çətinliyi nə qədər ağırdır. Ümumiyyətlə, Peyğəmbərin çətinliyi nədən ibarət idi ki, deyir ki, İmam Zaman üçün daha çətin olacaq, deməli, Peyğəmbər üçün də çətin idi. Əvvəla mən bunu dərslərimizdə olub, xütbələrdə də demişəm ki, bizim cahiliyyət dövrü haqqında təsəvvürlərimiz kökündən yanlışdır. Biz elə bilirik ki, ərəbin heç bir fəziləti olmayıb Peyğəmbərə qədər, ancaq azğınlıq olub, əxlaqsızlıq olub, mənəviyyətsizlik olub və belə bir vəziyyətdə Peyğəmbər gəlib. Tamamilə yanlış və elmilikdən uzaq bir yanaşmadır. O dövrün reallıqlarını tam başa düşməyən insanlar bu cür fikirlər yaradılar ki, cahiliyyət dövrü deyiləndir. Əvvəl biz bilməliyik ki, cahiliyyət nədir ümumiyyətlə? Peyğəmbərdən öncəki dövr cahiliyyət adlanır. Biz elə bilirik ki, cəmaatda heç bir fəzilət yox idi. Hamı daşa, taxtaya ibadət edirdi, filan edirdi. Uşaqları diri-diridən torpağa bastırılır. Bunları bilirik. Özdə ki, bunlar uşaqları diri-diri torpağa bastırmaq Məkkəlilər içində yayılmış bir şey deyildi. Ətrafda olan bəzi bədəvlərin adətləri idi. O, Məkkə cəmaatının, Məkkənin elitası, ümumiyyətlə orada yaşayan insanlar fərqli dəyərlərin daşıyıcısıydılar. Onları mütləq mənada qara rəngdə görmək çox yanlışdır, səhvdir. Bəli, onlar daşa sitayiş edirdilər, amma bu mənada yox ki, daş bizi yaradıb. Quran buyurur ki, onlardan soruşsan ki, Rəbbiniz kimdir? Ləyəqulunnəllah, onlar deyər, Rəbbimiz Allahdır. Onlar Allaha inanmışdılar. Sadəcə olaraq bu bütlər Allahın vasitələrini simvolizə edirdi. Necə ki, bugün sən deyə bilərsən ki, Kəbə nəyisə simvolizə edir, onlar da deyir ki, daşlar və sən filan şeyləri simvolizə edir. Onlar ona dəlil gətirirlər, onlar Allahın varlığını inkar etmirdilər. Peyğəmbərin çətinliyi nə idi ki, İmam Zamanın çətinliyi ondan da artıq olacaq? Peyğəmbər dindar bir cəmiyyətdə dünyaya gəlmişdi. Məkkəlilər dindar və inanclı idilər. İnanclarında səhv var idi, heç şübhəsiz var idi, amma inanclı idilər. O dövrə cahiliyyət adı qoyulub düzdür, amma baxın görün, İslam nəyə cahiliyyət deyir? Bu məsələ önəmlidir. İslam cahiliyyət nəyə deyir? Bəzən bizim fəzilət bildiyimiz İslam cahiliyyət adlandırır. Bu cəmiyyətin müsbət cəhətləri var idi. Cahiliyyət nədir ümumiyyətlə? Bilməməkdirmi? Cahiliyyət səhv başa düşməkdir. Bilməmək deyil. Səhv başa düşməkdir. Əgər o dövr ancaq mütləq zülmət bir dövr idisə, Peyğəmbərin böyük fəziləti yox idi. Bir yer ki, orada heç bir fəzilət yoxdur, nəinki Peyğəmbər mənim kimi biri də getsə, onun sözünə qulaq asarlar orada. Onlar, o cəmiyyət bir dəstə dindar, müəyyən əxlaqi dəyərlərə bağlı cəmiyyət idi, özünə görə mənəviyyata sahib olan bir cəmiyyət idi, amma düşüncəsi səhv idi. Peyğəmbər bunların içində təbliğə başladı. Bunların arasında ciddi əxlaqi dəyərlər var. 10 il bunlar Peyğəmbərə toxunmur. Niyə? Əbu Talibin hörmətinə görə. Əbu Talib onların içində ağsaqqaldır. Əbu Talibdən qorxmurlar. Yəni bir dəyərli şəxsə ehtirama görə, hörmətə görə onu himayə edir, ona görə deyirlər, onun himayəsində sonra toxunmaq olmaz. Pislərin diri gəri, yaxşıların da deyək. Əbu Talib dünyasını dəyişəndən sonra onlar toplaşıb müasir dillə desək, demokratik yolla Peyğəmbərin əleyhinə plan hazırladılar. Hər qəbilədən bir dəstə insan diktatorcasına yox, kiminsə qərarı ilə oturdular, məşvərət elədilər və Peyğəmbəri öldürmək planı hazırladılar. Bu yaxında İraqlı qadın xanımlardan biri, siyasətçilərdən biri demişdi. Ərəbistan demişdi ki, İraqda demokratiya yoxdur. Ərəbistan demişdi ki, İraqda demokratiya yoxdur, Suriyada demokratiya yoxdur. O qadın yaxşı bir söz demişdi. Siz demokratiyadan danışmışsınız. Siz axırıncı dəfə toplaşıb səs vermişsiniz Peyğəmbəri öldürmək üçün. Ondan sonra siz səs vermə nədir bilmirsiniz. Siz o zaman Peyğəmbəri öldürmək planı üçün səs verən bir cəmiyyətsiniz. Bunlar toplaşdılar və qərar verdilər. Qərar verdilər və Şəb Əbu Talib dövrünə qayıtsaq, bunların bir qərardadı var idi, hamısı imzalamışdı.
Görün, bunlar əhdə nə qədər, əhd peymana nə qədər sadiq adam idilər ki, Allah möcüzə ilə qarışqalar göndərir, o kağız yiyilir, kağız aradan gedəndən sonra öhdəlik boyunlarla götürülür. Bunlar müəyyən dəyərlərdir və bunu siz zəif hesab etməyin. Tarixdə var ki, deyirlər Peyğəmbərin evinə gecə hücum eləməyək, uşaqlar, qadınlar yatıb evdə qorxarlar. Bunlar bu qədər mərdliyi çatırdı ki, qadın olan evə hücum eləməyək. Əli əleyhissalam buyurur ki, ərəblərin içində bir nəfər qadına əl qaldırsaydı, neçə nəsil sonra qınıyırdılar ki, sən danışma, sənin babon qadına əl qaldırır. Dərhal sual yaranır ki, bəs niyə bunlar Həzrəti Zeynəbə qarşı belə amansızlıq elədilər, Həzrəti Zəhraya qarşı? Bu suallarda bunları cavablandırmaq lazımdır, maraqlı məsələlərdir. Bunların içində nəcabət var idi. Peyğəmbərin də çətinliyi bilirsiniz nədə idi? Nəcabətli adamlarla qarşı-qarşıya dayanmaq ki, əxlaqı, dəyərləri əllərində bəhanə eləyib səndən vuruşurlar, o çətindir. Yoxsa bir dəstə alçağın içində dəyər təbliğ eləmək bir mənada götürəndə asandır. Hamı xarab olsa, yaxşı söz tez cəlb eləyər. Amma sən danışırsan, deyib, böyle bizdə də var. Yadınızdadır, mən demişdim, Yaponiyadan bir nəfər gəlib mənimlə danışırdı, ruhanidir. Yaponda İslam dinini qəbul edib və Cəfəri əqidəsindədir. Deyirdi ki, bizdə din təbliğ eləmək çətindir. Çünki məsələn, deyəndə ki, qeybət eləmə, onlar gülücü adam da adamın qeybətini eləyər. Deyəndə ki, ata-anaya yaxşılıq elə, deyirlər, ata-anaya elə yaxşılıq eləmək lazımdır, bunu din olmasa da. Deyəndə ki, oğurluq eləmək, onlar dəli olur ki, necə adamın malını qarət eləyər, oğurluq eləyər. İndi burada dindən danış.